Bugün səhər saatlarında Qəzza zolağına edilən aviazərbələr nəticəsində 3 nəfərin həlak olduğu deyilir. Qəzza səhiyyə orqanlarının məlumatına görə aviazərbələr yaşayış evinə endirilib. 5 yaşlı uşaq da daxil olmaqla bir ailənin 3 üzvü öldürülüb. Həmasın hərbi qanadı rəsmi bəyanatında qətliamın cəzasız qalmayacağını bəyan edib. İsrail hərbi sözçüsü də hücum zamanı Həmasın raket buraxılan məntəqəsinin hədəf alındığını desə də din sakinləri arasında itkilərin olduğunu etiraf edib. İsrailin baş naziri bildirib ki, İsrail müdafiə qüvvələri apardığı əməliyyatlarda ciddi irəliləyişlərə nail olub. Ümumilikdə İsrail tərəfindən əməliyyatlar başlayandan bəri ölən Fələstinlilərin sayı 80 nəfərə çatıb. Misirdə Ərəb Liqasının iclasında çıxış edən Fələstin prezidenti isə çıxışında ərəb liderlərini zorakılığa son qoymaq üçün məşvərət keçirməyi çağırıb. Xarici İşlər Naziri Riyad Əl-Malikidən Ərəb samitinin keçirilməsi üçün rəsmi soruq təqdim etməsini istəyirəm. Mən bir daha olaraq dost ərəb liderlərini mümkün qədər tez bir araya gəlməyə çağırıram. İsrail prezidenti Şimon Peres isə bu əməliyyatların İsrail vətəndaşlarının müdafiəsini təmin etmək olduğunu deyib. Bizdən soruşurlar ki, hücumların arxasında hansı məqsədləri görürük? Heç bir hədəfimiz yoxdur. Məqsədimiz yalnız atışmaya son qoymaq və həyatı əvvəlki normal vəziyyətə qaytarmaqdan ibarətdir. Birləşmiş Ştatların prezidenti Barack Obama da ölkəsinin İsraili dəstəklədiyini bəyan edib. İsrailin özünü qorumağa haqqı var. İlk olaraq İsrail raket atılmamalıdır. Dünyada heç bir ölkə xalqına qarşı bu kimi hadisələrin törədilməsi, xüsusilə də onların üzərinə raket atılmasını qəbul edə bilməz. Buna görə də İsrailin özünü qorumağa haqqı var. Bu arada Yəmən, Livan, Türkiyə, Pakistan kimi müsəlman ölkələrində Fələstinlərə dəstək aksiyası keçirilib. İsrail əleyhinə şüarlar səsləndirilib. Miranə Nadırova, ANS.